Deməli, X və Y üçün ünlü olan nədir? Burada baxırıq ki, X-in üstünə karbon gəlib, kalsium karbid və CO alınıb. Kalsiumlu oksigenli bir şeydir bu. Yəni, bu reaksiyanı yadda saxlamaq lazımdır. X-imiz kalsium oksiddir. Y-imiz da kalsium karbidin su ilə reaksiyasından asetilendən kalsium hidroksidi alınır. Bax, görürsünüz, burada oksigen və hidrogenlər var. Bu ola bilər su, ki sudur, ola bilər yox. Oksidlər sinfinə aid, ikisi də oksiddir. Kristal qəfəs tipi eyni deyil. Burada iyondur, burada molekul kristal qəfəsdir, bərk halda. Adi şərtdə aqraqatalı eyni deyil. Bu bərkdir, bu mayedir. Bir də kükürt 4 oksidlə reaksiyaya daxil olması bəli. Çünki kükürt 4 oksidlə suyun reaksiyasından bilirik ki, sulfit turşusu alınır, SO3. Kalsium oksidlə də kalsium sulfit alınır. Yəni 1-4